o anasının yanına gitsin, mən dediyimi derim. Mən dediyimi dedim. Aydın getməsin anasının yanına. Yox. İndi ver mikrofonu ona. Barı da özünü. Anan çağırır deyir Şanaysız gəlsin. Bak bizdə. Ana yoxsa Şanay? Ana yoxsa Şanay? Anası məni çağırıb. İlk sual o değil sual. Ana yoxsa Şanay? Məni böyüdən qadın. Oo. Amil bəy, görürsün təsir göstərir. Əlini sıxır orada. Niyə? Şanay. Sıxmıram, sıxmıram. Sıxırsan. Siz daha ne sarfatı salmıyor. Ha, vallahi ona təsir göstərir Amil bəy. O oğlana mənim yazığım gəlir. Şanay buradan, Şanay buradan. Oradan o yok, yol yoktu. Gözde hara gedirsən? Diyan görün bir. Şanay. Gözde deyəcəm. Gel otur. Səni zorla Şanay saxlayır mı yanında? Telefonu mənimdən alıb, şəxsiyyət vəsiqəmi mənimdən alıb, bir də kartımı. Arada xəttə ifirdə. Qulaq as. Hanı telefonu şəxsiyyət vəsiqəsi? Ver mənə. Niyə verməliyim? Ver cəmaatın şəxsiyyət vəsiqəsini. Sən Nəysə, qanun pozursan. Sağ olun. Sən qanun pozursan. Arzuman məşğul ol ondan. Ya belə şey yoxdur. Cəmaatın sonra sən cəmaat yanında baxın gedir elə. Gel bura, göstərin onu. Şanay. Cəmaatı sonra mən xahiş edirəm. Mirağanın anasından xahiş edirəm. Balana sahib çıx. Mən sizə bir söz deyim. Mən valideynlərim mən yığır görürüm, mənim telefonumdan hamısını blok atıb, mənim bütün nəslimi. O Arzuman, bugün Mirağa bizim sığınacaqda qalacaq. Amil Və bəy, ümumiyyətlə bəli. Şanaydan onun telefonu alınmayınca buradan bırakılmadım Şanay. Ahranlara tapşırın, yığın Xahiş 129'u araf. Zəhmət olmasa deyin buraxmasınlar. Şəxsiyyət vəsiqəsini Şəxsiyyət vəsiqəsini saxlamaq, müvafiq qanun xidmətimizin pozuntusunu rəhbərindən etmək. xahiş edirəm. Polisə də lazımdır, məlumat verəcəm 21-ci, 29-cu polis bölməsinə. Şəxsən elə burada səslənirəm. Yəni belə olmaz, bir adam bu dəqiqə biz şahid olduq ki, Mirağanı bu ana bala zorla, əsas da Şanay, zorla hədə qorxu gələrək evlərinə salıblar, saxlayıblar, başına oynaçırlar. Deyirəm, o görünümdə videoları var. Və Mirağa, sən evə getmirsən, təbii ki, öz istəyinlə qal bizim sığınacaqda. Polisə də deyəcək ki, alınsın, verilsin sənədlər.